Salam dəyərli izləyicilər. Bu günləri çox asan, rahat, tez hazırlanan kurabiyələr hazırlamışam. Bunun üçün bizə lazımdır 1 stəkan şəkər tozu, 2 ədəd al sarılı yumurta, biraz da duz. Əvvəlcə bunları yaxşı-yaxşı qarışdırıram. Deməli, şəkər tozu elə qarışdırıram ki, yumurtanın içərisində çox diri-diri qalmasın, yəni biraz ərisin. Ondan sonra üzərinə 1 stəkan başından bir barmaq aşağı gördüğünüz kimi 1 stəkan duru yağ və 1 armudu stəkanda süd əlavə edib yenə də bir-birinə qarışdırıram ki, tam məhlul bir-birinə qarışsın. Qarışdırdıktan sonra üzərindən 4 stəkan dolu un əlavə edib xəmiri yoğururam. Əziz xanımlar, ola bilər ki, siz hazırlayanda 4 stəkan un bəs eləsin və yaxud bəs eləməsə, çox yumuşaq olsa, hardasa 1 xörək qaşığı, 2 xörək qaşığı unu artıra bilərsiniz. Ona görə ki, yəni bizdə mənim hazırladığım yumurtaların həzmi balacaydı. Yəni yumurtanın həcmindən asılı olaraq, unun keyfiyyətindən asılı olaraq unu biraz artıq istifadə eləmək olar. Xəmiri yoğurandan sonra 1 stəkan doğranmış ləpə, 1 stəkan da damla şokoladdan istifadə elədim. Əslində vanillə qabartmanı da unu qarışdıranda əlavə eləməliydim, lakin yadımdan çıxmışdı. Sonradan gördüyünüz kimi qozu, damla şokolad əlavə eləyəndən sonra vanillə qabartmanı da əlavə edib yaxşı xəmir yoğurdum. Xəmirimiz demək olar ələ yapışan xəmir olmalıdır, yumuşaq, ələ yapışan xəmir olmalıdır. Bunları yaxşı-yaxşı qarışdırıram. Tam bir-birinə qarışdırdıqdan sonra çox gözəl, qəşəng yağlı xəmir alınır. Və ovucumun içində gördüyünüz formada şəkər çörəyi formasında belə deyək, həm boyu, ölçüsü, həm də formasını bu formada hazırlayıb listə yığıram. Siz istədiyiniz formada hazırlaya bilərsiniz və yaxud biraz da balaca hazırlaya bilərsiniz. Bizim burada toplam 25 ədəd kurabiyəmiz alındı. Hazır elədikdən sonra əvvəlcədən qızdırılmış 160 dərəcəli sobada bişirirəm. Burada kurabiyələrin altı az-maz qızarsa bəs eləyir. Yəni üstünü qızartmağa ehtiyac yoxdur ki, kurabiyələr quru alınmasın. Gördüyünüz kimi həcmi artdı, gözəl görkəmi oldu. Yəni üzərində də çatlar əmələ gəldi. Belə də olmalıdır. Hazır oldu kurabiyələrimiz. Çox gözəl də kurabiyələr alındı. Həm görkəm olaraq, həm dad olaraq əziz xanımlar, yəni çox belə zəhmət tələb eləməyən kurabiyələr əldə etdim. İnşallah siz də bəyəndiniz. Çox rahatlıqla da bunu hazırlaya bilərsiniz və əminəm ki, dadını da bəyənəcəksiniz. Əziz xanımlar, zəhmətə dəyər verərək bəyənmə düyməsinə toxunmağı unutmayın. Əgər abunə deyilsinizsə, abunə olub dəstək olmağınıza çox sevinərəm. Dəyərli xanımlar, vaxtınızı ayırıb videomu izlədiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. İnşallah kanalımda yeni videolarla görüşənədək sağ olun, sağlıqla qalın.